بسم الله الرحمن الرحيم. أتى أمر الله فلا تستعجلوه. سبحانه وتعالى عما يشركون. بسم الله الرحمن الرحيم. أتى أمر الله فلا تستعجلوه. سبحانه وتعالى عما يشركون. أتى أمر الله فلا تستعجلوه. سبحانه وتعالى عما يشركون. ينزل الملائكة بالروح من أمره. ينزل الملائكة بالروح من أمره على من يشاء من عباده أن أنذروا أنه لا إله إلا أنا فاتقون. خلق السماوات والأرض بالحق تعالى عما يشركون. خلق الإنسان من نطفة فإذا هو خصيم مبين. بسم الله الرحمن الرحيم. لا أقسم بهذا البلد وأنت حل بهذا البلد
أيحسب أن لم يره أحد ألم نجعل له عينين أيحسب أن لن يقدر عليه أحد يقول أهلكت مالا لبدا أيحسب أن لم يره أحد ألم نجعل له عينين ولسانا وشفتين وهديناه النجدين فلا اقتحم العقبة وهديناه النجدين فلا اقتحم العقبة وما أدراك ما العقبة وهديناه النجدين فلا اقتحم العقبة وما أدراك ما العقبة وما أدراك ما العقبة وما أدراك ما العقبة فك رقبة أو إطعام في يوم ذي مسغبة يتيما ذا مقربة أو مسكينا ذا متربة ثم كان من الذين آمنوا وتواصوا بالصبر وتواصوا بالمرحمة أولئك أصحاب الميمنة أولئك أصحاب الميمنة والذين كفروا بآياتنا هم أصحاب المشأمة عليهم نار مؤصدة والذين كفروا بآياتنا هم أصحاب المشأمة
صدق الله العلي العظيم. اللهم صل وسلم أعوذ بالله من الشيطان الرجيم. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على سيدنا محمد. اللهم صل على محمد وآله طيبين الطاهرين سيما بقية الله في الأراضين ناموس الدهر حجة بن الحسن. قال الله في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين. صدق الله العلي العظيم. İbadat, itaətlərimizin, dualarımızın qəbul olunmağı bu məclisin Allah dərgahında qəbul olunmağından ötəri İmam Zaman ağanın zuhurunun təcillinə sələvat edəyəm. Allahümmə salli alə Muhammed. Allah'a and verək izzət və cəlalına. Allah mütəal bizi İmam Rıza aleyhissalamdan, Əhl-i Beytdən ayrı salmasın. Allah qiyamət günü bizi Əhl-i Beytlə məhşur eləsin. Mübarək gündür, Həzrətin Mövlud günü. Başda İmam Zaman ağa olmaqla hər birimizi təbrik edirik. Allah bu mübarək günü bizim üçün bərəkətli qərar versin. Allah bizi bu yolda sabit qədəm eləsin. Böyük nemətdir əzizlər. Biz Əhl-i Beytin adını yad edirik. Biz Əhl-i Beytin adı ilə yaşayırıq. Əhl-i Beytə məhəbbəti biz məvəddətlə daşıyırıq. Bu mühüm məsələdir. Quran-ı Kərim buyurur ki, Peyğəmbər, Allah Peyğəmbərinə buyurur. De, lə əsəlukum illə məvəddətinə qurba. Mən öz Əhl-i Beytimə nədir? Sizə məhəbbət istəyirəm. Hansı məhəbbətdir? Məvəddətən fil qurbadır. Məvəddətəndir, məhəbbətən deyil. Yəni, məhəbbət bəzən olur, insan məhəbbəti içində gizlədir. Amma məvəddət budur ki, onu neynirsən, onu göstərirsən. Məvəddət budur ki, göstərməlisən. İllə məvəddəti fil qurba. Mən məvəddət istəyirəm. O məvəddət göstəriləsi bir şeydir. Necə mən İmam Rızanı sevirəm ki, oğlum üçün mövlud eləyirəm, imamım üçün eləmirəm.
Necə olur ki, onun sevincli günündə mən nədir, Əhl-i Beytin sevincli günündə sevinmirəm. Amma nədir, özümə məxsus olan günlərdə yaxşıca sevinirəm də, yaxşıca bir neynirəm, özüm üçün günlər də qeyd eləyirəm. Bu mühüm məsələdir. İnsan neynəsin, o məvəddəti göstərsin, onun həyatında bu görsənsin. Və bu ilahi bir nemətdir. Biz bu nemətin qədrini bilməliyik. Bu neməti əlimizdən verməməliyik. Bugün İmam Rıza əleyhissalamın o İmam-ur Rəuf, mehriban imam deyirlər İmam Rıza üçün. Bizim bütün imamlarımız İmam-ur Rəufdular. Bütün imamlarımız mehribandılar. Bircə İmam Rıza yox. Bütün imamlar. İmam Rıza üçün bu daha çox deyilib, müəyyən səbəbləri var. İmam Rıza əleyhissalamın məhəbbətin alimlər, Allah rəhmət eləsin, Əllamə Təbatəvai deyir ki, onun məhəbbəti hissidir. İnsan neyniyir? Hiss eləyir. İmamın o mübarək məqamına yetişəndə də insan orada neyniyir? Elə bilirsən ki, qapı divardan elə rəhmət yağır. İnsan bunu hiss edir, bütün vücudu ilə hiss edir. İmam Rıza əleyhissalama daha çox İmam-ur Rəuf deyilməyin başqa səbəbləri də var idi. O səbəblər bu idi ki, imam ömrünün 10 ilini insanlara daha yaxın düşə bildi o çətin dövrdə. İnsanlar imamla daha çox rabitədə ola bildilər. Çünki Harun cinayətləri eləmişdi, öz cinayətlərini, imamın atasını şəhadətə yetirmişdi və bu cinayətləri gizlətmək istəyirdi. İmam Rızanı bir müddət həm də başı qarışmışdı. Bir müddət İmam Rızanı neynəmişdi? Boş buraxmışdı. İmam Rıza əleyhissalam həmən müddətdə maariflə məşğul olurdu, Qur'anın maarifini çatdırırdı, möminlərin vəziyyəti ilə maraqlanırdı, çətinliklərin həll eləyirdi və İmam Rıza əleyhissalam ondan sonraki dönəmlərdə vəliəhd təyin olunandan sonra məcburi şəkildə məcbur elədilər ki, gəlsin nə olsun, vəliəhd libasını imama geyindirsinlər. Təbii ki, imam şərtlərlə qəbul elədi. Şərtlər nə idi? İmam dedi ki, mən bir nəfəri vəzifədən çıxarıb, bir nəfəri vəzifəyə təyin eləməyəcəm. Bir nəfər üçün nədir? Hansısa bir hökmü çıxartmayacam. Bunların hamısını imam dedi, şərtlər əsasında. Onlar istəyirdilər imamı ora gətirsinlər, o vəzifədə saxlasınlar və insanların gözündə onun məqamını sındırsınlar, aşağı salsınlar. Öz cinayətlərinə kölgə salsınlar bu vasitə ilə. Öz cinayətlərini imamın kölgəsində gizlətsinlər. Və cəmaət də desin, elə Peyğəmbər balası bunların yanındadır. Var da, məsələn, görürsən ki, böyük insanları biz bir yerdə görəndə deyirik ki, axı bu məsələn buradadırsa nəsə var. Bunlar bu cür fikirləşirdilər. İmam da təbii ki, neynədi? Bu məsələlərin hamısının üstündən öz elmi imaməti ilə bir xətt çəkdi. Məsələni tamamilə neynədi? Dəyişdi İmam Rıza əleyhissalam. Bu dövrdə də İmam Rıza əleyhissalamı insanlar bir məqamda, bir postda görürlər. İndi İmam Rıza əleyhissalam o məqamda, amma insanlarla davranışı necədir? Çox mehriban, insanların bütün çətinliklərindən eyniyir, təlaş eləyir. Bütün bu xüsusiyyətlərlə bağlı nədir? Ona görə İmam Rıza əleyhissalama nə dedilər? İmam-ur Rəuf. İmam Rıza əleyhissalam üçün bu sözü çox işlətdilər. İmam Rıza əleyhissalam barəsində birinci hədis Həzrəti Peyğəmbər Əkrəmdəndir. Mən o hədisi qeyd eləyəcəm. Əhl-i sünnə alimi var, Şafiidir. O Şafii Cüveyni. Cüveyni Əhl-i Beyt barəsində kitab yazıb. 2 cilddən ibarət kitabdır. 2 cilddən ibarət kitabdır. Bəziləri Cüveynini bu vəziyyətinə görə, Əhl-i Beytə bağlı olduğuna görə deyirdilər ki, bu şiə olub gizlədir.
Bu sözləri də onun üçün deyənlər var idi. Həmən Cüveyni kitab yazır, Fəraidus Semteyn fi Fadaili Ali ibn Əbi Talib və Fatimətə Zəhra, xanım Zəhra haqqında, Həzrəti Əli haqqında, Həzrəti İmam Həsən, İmam Hüseyn və o zürriyyədən olan 12 imam haqqında 14 məsumun barəsində 12 ciddi kitab yazır. Və o kitabda bu hədisləri götürür, İmam Rıza əleyhissalamın ziyarəti barəsində xüsusi hədislər götürür orada. İmam Rıza əleyhissalamı Peyğəmbər necə vəsf edir? İmam Rıza əleyhissalam barəsində nə buyurublar? İmam Rızanın xanım Zəhra ilə oxşar cəhətlərin. Bir Peyğəmbərin dilindən var. 3 dənə söz deyir İmam Rıza üçün, o sözü xanım Zəhra üçün deyib. Bilmirəm, diqqət eləmişsiniz ya yox. 3 dənə söz İmam Rıza barəsində deyir, 3'ü də xanım Zəhra üçün deyib Peyğəmbər Əkrəm. Buyurur nədir? Birinci Həzrəti Peyğəmbər Əkrəmdən hədis buyurur ki, Səttudfənu bəvəətə minni bi Xorasan. Xorasanda mənim bir parçam dəfn olunacaq. Mənim bir parçamdır. Mənim ciyərparəm orada dəfn olunacaq. Hər kim onu ziyarət eləsə, hər kimin ürəyində qəmi olsa, dərdi olsa, onu ziyarət eləsə, onun qəmi aradan gedər. Qəmli insanlar getsinlər İmam Rızanı ziyarət eləsinlər. İnsanın qəmin aradan aparır. İnsanın o daxilində olan qüssəni aradan aparır. İkinci buyurur ki, وَلَا مُذْنِبٌ إِلَّا غَفَرَ اللّٰهُ ذُنُوبَهُ. Elə bir günahkar yoxdur, İmam Rızanın qapısına getsin, tövbə eləsin, Allah vəlisinin qapısında dayansın, imam onu qəbul eləməsin. Başlayacaqlar filan, Allah bağışlamalıdır filan, Allah vəlisi filan. Bunlar başa düşmürlər ki, qapı burdandır. Qapı burdandır. Peyğəmbər, əgər Allahın rəsulu onlar üçün bağışlanmaq diləsə, Allahı da neynəyərlər? Bağışlayan görərlər. Elədir? Bunu Quranda Allah deyir. Allah öz iradəsini Peyğəmbərin iradəsi ilə təyin edir. Yox. Qapı bunlardır. Qapı Əhl-i Beyt əleyhissalamdır. İmam Rıza əleyhissalamın buyurur, qapısına mənim qapıma getsələr, ora getsələr, Peyğəmbər buyurur, o qapıya getsələr, Allah onların günahlarını bağışlayar. Bilirsiniz də, bunun tarixçəsi də var. İmam Rıza əleyhissalamın hərəminin ətrafında o qapılar tikilən zaman, onun hadisəsini bilirsiniz də, dedilər ki, qapılar saxlayın qapıları, alim tapşırıq verdi, saxlayın. Bu qapıları mən neynəyəcəm? Mən özüm tapşırıq verəcəm, özüm deyəcəm, o cürdə tikəcəksiniz. Neynəmək istəyirdi orada? O deyirdi, bir iş görəcəm. Bu qapıdan mənfi xüsusiyyətli insanlar bu qapıya çatanda onlar qapıdan girə bilməyəcəklər. Ay, nağıl danışırlar. Bunlar nə danışırlar? Hə? Kvant fizikasından bugün hələ təzə-təzə başlayıblar müəyyən şeyləri danışmağa. Aləm enerjidən ibarətdir, filandır, bugün seminarlar təşkil edirlər, filan edirlər. Bizə də gəlib çıxıb bir neçə müddət olar ki, seminarlar bu barədə elmi mühazirələr təşkil edirlər. Mən görmüşəm bir neçə nəfər də orada iştirak edənlər, tanış olmuşam, necə olur mühazirələri. Ümumiyyətlə enerji dalğası ilə bunu yaradırlar. Hələ bizə indi çatır ki, bu kişi nə deyirdi? Bu adam nə deyirdi? Bu nə yaratmaq istəyirdi? Enerji dalğasıdır, yaradır orada, səndə olan mənfi enerjilər ora gəlib çatanda mənfidir səndə. Orada olan enerji üstəliyir, sən başlayırsan narahat olmağa, halsız olmağa. Enerji yükü çoxdur. Halsız olursan, qayıdırsan dala. Halın yoxdur sənin.
Halın dəyişir. Təsəvvürlə bir insanın təzyiqi dərhal düşsün. Nə hala düşür? İmam Rıza əleyhissalam gəlir yuxuya. Deyir ki, dövrün şahı yuxusuna gəlir. İmam Rıza əleyhissalam deyir ki, get tapşırıq ver, qapıları tiksinlər. Mənim qapım hər kəsin üzünə açıqdır. Bu elə qapı deyil, buradan kimsə dala qayıtsın. Bu elə qapı deyil, buradan kimisə nə deyib, buraxasan, kimisə buraxınyasan. İmam-ur Rəuf. Baxın, bu hədislərə görə nə deyiblər? İmam-ur Rəuf deyiblər insanlar. Buyurur, elə bir günahkar yoxdur, o qapıya getsin, Allah onu bağışlamasın. Sonra buyurur, Əvcəbəllahu ləhu cənnə. Allah ona cənnəti vacib eləyər. O qapıda olana. Sonra buyurur ki, harramə cəsədəhu alə-nar. Allah onun bədənini cəhənnəmə haram eləyər. Onun bədənini cəhənnəm odu yandırmaz. Mən zarə vələdi bituz kəənnəmə həccə marrə. Kim mənim övladımı Tuzda ziyarət eləsə, sanki bir dəfə neyniyib? Həcc eləyib. Bunu deyəndən sonra xanımlardan biri dedi İmam Həzrəti Peyğəmbərə ki, yəni həcc, bir dəfə həcc, Həzrət buyurdu ki, mərrəteyn. Dedi, 2 dəfə həcc, Həzrət buyurdu, thələthə mərrə. Dedi, ya Rasulallah, bir dəfə ziyarət eləmək, 3 həcc savabı, Həzrət buyurdu, bəlkə 70 dənə. Bəlkə 70 dəfə. Bu qədər savabı var, Həzrəti Peyğəmbər buyurur. İmam Kazım əleyhissalam buyurur ki, mən zarəhu və batəhu leylən kanə mən zarə əhləs səməvat. Kim İmam Rızanı ziyarət eləsə, bir gecə orada gecələsə, sanki ərş əhlini neynir, ziyarət eləyir. Bir gecə gecələsə orada. Bu ki, gedirsəni İmam Rızanı deyirlər, 3 gün biz Məşəddə qalacağıq. 3 gün İmam Rızanın ziyarətində olacağıq. 3 gecə orada qalacağıq. Həzrət buyurur, bir gecə gecələsə orada. Sanki ərş əhlini buyurur, ziyarət eləyib. Sonra buyurur, qiyamət günü də nə olacaq? Özünü bizim yanımızda görəcək və bizim şəfaətimizlə cənnətə daxil olacaq. Digər biri Cüveyni nəql eləyir, deyir, İmam Rıza əleyhissalamın yanına həmən Şafii, o 400-500 il bundan qabaq yaşayıb, həmən Cüveyni. Deyir, imamın yanına bir nəfər gəldi, İmam Rızanın yanına. İmam Rıza əleyhissalama dedi ki, yuxuda mən Peyğəmbəri gördüm. Rəaytu Rasulallah fi mənami kana yəqulu li. Keyfə əntum idə dufinə fi ardikum bəzəəti. Sizin aranızda, deyir, Peyğəmbər gəldi yuxuma. Peyğəmbər dedi ki, sizin aranızda mənim bir parçam dəfn olunub, sizin torpağınızdadır, onu qoruyun, sonra buyurur, onu qoruyun və buyurur, vədiyyəti, mənim əmanətimdir, bunu deyir, sonra buyurur, və quyyibə fi farakumul ləhmi, sizin aranızda, sizin qucağınızda, ətəyinizdə mənim ətim nə olacaq? Dəfn olunacaq. Bu sözləri Peyğəmbər kim üçün demişdi? Xanım Zəhra üçün. Xanım Zəhra üçün buyurur ki, bəd'atu minni, ləhmi, dəmi, Xanım Zəhra üçün deyir. Burada Peyğəmbər Əkrəm kim üçün deyir? İmam Rıza əleyhissalam üçün deyir. Deyir ki, o mənim ətimdir, o mənim bir parçamdır, ciyərparəmdir buyurur. Və buyurur ki, vədiyyəti, vədiyyə sözünü kim demişdi? Həzrəti Əli əleyhissalam xanım Zəhranı dəfn eləyəndə buyurdu ki, ləqəd usturciə vədiyyəti. Ya Rasulallah, əmanətini sənə qaytarıram, əmanətin sənə qayıdır.
Bunu kim demişdi? Bunu Həzrət Əli demişdi, Xanım Zəhranı Peyğəmbərin əmanəti. Bu 3 dənə söz Xanım Zəhra üçün deyilib, İmam Rıza əleyhissalam üçün də deyilib. Qalə İmam Rıza əleyhissalam ənəl mədfun fi ardikum və ənə bəzə'atu nəbiyyukum və ənə vələdiyəlləzi. Mənəm o deyilən övlad. Mənəm Peyğəmbərin o ciyərparəsi sizin aranızda. Mənəm onun ciyərparəsi. Və ənə ləhmə rasulikum. Mənəm sizin Peyğəmbərinizin nəyi? O əti. Peyğəmbər məni deyir. Həmən şəxs mənəm. Kim mənim məqamımı bilib məni ziyarət etsə, buyurur ki, mən onun ziyarətinə 3 yerdə gələrəm. İmam Rıza əleyhissalam burada buyurdu. 3 yerdə gələrəm. Hardadır? Buyurur, indəl kitab, indəl mi'zan və indəs sırat. Hardadır? Hesab kitab zamanı namə-i əmalı veriləndə, əməl dəftəri veriləndə gələcəm. Sonra buyurur ki, məhşərdə hesab kitab olunanda tərəzi orada gələcəm. Sirat körpüsündə deyir gələcəm. Başqa məsumlarda onlar gəliblər, deyiblər ki, özünüzü bir təhər siratdan keçirdin, bir təhər eləyin. Biz sizin əlinizdən tutacaq. İmam Rıza əleyhissalam deyir, gələcəm. Siratda da gələcəm. Xüsusi bir inayətdir. Allah Mütəal qeyd eləyir İmam Rıza əleyhissalam üçün. Cüveyni deyir ki, Məhəmməd ibn Qasım Nişapuru var idi. Həmən Nişapuru neynirdi? Cəmaatın ziyarətə getməyinin qarşısını alırdı. Deyirdi, nəyə gedirsiniz ziyarətə? Cəmaatın qabağını da alırdı, qoymurdu ziyarətə getsinlər. Hansısa bir vəzifədə olan bir şəxs idi o dövrdə. İnsanlara deyir, əziyyət verirdi, öz əqidəsi bu idi. Ziyarətə getmək olmaz. Bugün var, bu əqidədə nə qədər çox insanlar var, bu əqidədədirlər ki, öldü insan qurtardı. Bunlar qiyamətə iman gətirməyiblər. Bunlar Qur'anın bu ayəsinə iman gətirməyiblər ki, İnnə lillahi və innə iləyhi raciun. Biz qayıdırıq ey Allaha. Biz Allahdan gəlmişik. Nəfəxtu min ruhi deyir ey Allah. Öz ruhumdan neynədim? Üfürdüm. Allahın ruhu öləndir. İnsan ölmür, insan bu qəlbi dəyişir. Biz qəlbimizi qoyuruq torpağın altına, özümüzü yox, ruhumuzu yox. Biz eşidirik, biz görürük, biz müşahidə eləyirik. Hamısını görürük, biz ölmürük axı. Ölən bizim cismimizdir. Biz bunu dərk eləyə bilmirik nə cürdür. Biz onu başa düşə bilmirik. Adi insan, onda gərək bir dənə başqa bir şey qoyaq da ortaya. Deyək ki, adi insanla şəhid fərqlidir. Şəhidin məqamı var, bəli. Amma insan öləndən sonra eşitmirsə, görmürsə, filan eləmirsə, öldü qutardısa, onda bu şəhid üçün. Allah nə deyir? Ruzilənir. O görür, siz başa düşmürsünüz. O bir məqamdadır, müşahidə eləyir, o sizi görür. Baxın, əzizlər, buyurur ki, bu qoymurdu. Qoymurdu, Həzrət Peyğəmbər yuxusuna gəldi, Həzrət Peyğəmbəri gördü, Peyğəmbər İmam Rıza əleyhissalamın qəbrinin yanında dayanıb namaz qılır. Bu bunu gördü. Onu görəndən sonra deyir, Peyğəmbər qalmışdı, namaz qılırdı, gördüm bir mədh eləyən neyniyir, şeir oxuyur. İmam Rıza əleyhissalamdan oxuyur və Peyğəmbər də namaz qılır. Deyir, kimin qəlbi qüssəlidir, kim şad olmaq istəyirsə, Peyğəmbərin bu balasın, bu qəbrin ziyarət eləsin. Onun qəlbinə Allah şadlığı burada neyniyər, nəsib eləyər. İmam Rıza əleyhissalam əzizlər o qapılardan biridir. İmam Rıza əleyhissalam la ilahə illallahın şərtlərindən biridir. Əhl-i Beyt Məsum əleyhimussalam la ilahə illallahın nə idi? Şərtləridir. Vilayət tovhidin bir parçasıdır.
İmamət təvhidin bir parçasıdır. İmam Rıza əleyhissalam bu hədisi buyurur. Hədisi qudsidir. Allah Müteal buyurur ki, kim kəlimətu la ilahə illallah hisni fəmən dəxələ hisni əminə min ədabi. Kəlmə la ilahə illallah mənim qalamdır. Hər kim o qalaya daxil olsa, mənim əzabımdan amanda qalar. Bunun kimi bütün ədəbiyyatları gəzsinlər, bütün hədislər, kitabların gəzsinlər, əhli sünnə, əhli şiyə, əqidəsindən asılı olmayaraq, bu hədisi qudsidən başqa yeganə kim üçün deyilib? Eynən hədis. Kim üçün var? Vilayətu Ali ibn Əbi Talib hisni. Salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Biharda nəql eləyir Əllamə, deyir ki, bir də kim üçün deyilib? Əlinin vilayəti mənim qalamda, Allah buyurur. O qalaya kim daxil olsa mənim əzabımdan amandadır. Burada İmam Rıza dedi ki, la ilahə illallah, Allah buyurur mənim qalamdır. Kim o qalaya daxil olsa, yəni Allaha sığınmalısan ki, amanda qalasan hər şeydən. Allaha sığınsa buyurur, əzabdan amanda qalar. Sonra Həzrət buyurdu, bir şurutiha, onun şərtləri var. Və ənə min şuruti. Mən onun şərtlərindənəm. Necə onun şərtlərindəndir İmam? Necə la ilahə illallahın şərtlərindəndir? Mən desəm la ilahə illallah, əgər Peyğəmbəri qəbul eləməsəm, qəbul eləyəcəklər müsəlmanlar mənim şəhadətimi. Heç bir müsəlman, heç bir əqidə qəbul eləməyəcək. Qardaş, niyə qəbul eləmirsiniz? Allahı qəbul eləmişəm də, demişəm la ilahə illallah da. Mən Allahı qəbul eləyirəm, Xaliqi qəbul eləyirəm, məxluqun qəbul eləmirəm. Nə istəyirsiniz məndən? Niyə deyirsiniz müsəlman olmalısan? Niyə? Mən başa salın. İzah eləyin mənə. Şərti var bu la ilahə illallahın. Muhammed Rasulullah deməlisən. Allahümme salli ala Muhammed və ali Muhammed. Demək, la ilahə illallahın şərtləri var. Onun şərtləri nə etməlisən? Yerinə yetirməlisən, sən ora daxil ola biləsən. Bu imamət məsələsini ilk dəfə qabardan kim olub? İmamət məsələsini ilk dəfə ortaya kim qoyub? İlk dəfə imamət mövzusunu ortaya gətirən kim olub? Kim olub? Allah. Nə dedi? Adəmi öz xəlifəm qərar verirəm, imam qərar verirəm. Sonra da nə buyurdu şeytana? Dedi, şeytan, indi nə edəcəksən? Ona itaət eləyəcəksən. Ona itaət eləyəcəksən. Ona itaət eləməsən, qəbul eləməyəcəm. Ay Allah, mən ibadət eləyirəm, elə ibadət eləyərəm, yer üzündə elə ibadət eləyəm, tapılmaz və ilaxır və s. Buyurur ki, mənim ibadətim kimi ibadət eləyən olmayacağı yer üzündə. Allah deyir, qəbul eləmirəm, çünki sən mənim qoyduğum vəliyə itaət eləmirsən. İtaət vacibdir. Onların vasitəsi ilə gəlməlisən, itaətlə gəlməlisən. Buyurur Peyğəmbər Əkrəm, mən 2 əmanət qoyuram, Kitab-əllah və itrəti. Bunlar bir-birindən də ayrılmazlar. Bunlar mənə hovuzda qovuşana kimi bir yerdə olacaqlar. Əgər Qur'anı buraxsaz, bundan tutsaz, azacaqsınız. Əgər siz Qur'andan yapışsaz, bunu buraxsaz, yenə də azacaqsınız. Azmayıblar, görmürsünüz. Hər gün bir dənə azğın çıxır ortaya. Qibləsini tanımayanları görmürsünüz. Nə olub, necə olublar bunlar? Bunlar çünki Əhl-i Beytin baxışı ilə Quran ayəsinə baxmırlar. Bunlar öz baxışları ilə, öz düşüncələri ilə baxırlar. Bir din şəkli çəkiblər özləri üçün. Dinə öz baxışları ilə, öz eynəkləri ilə baxırlar. Allah buyurur ki, bu şeytanın eynəyidir.
mənim dediyimlə olmalıdır. Siz Qur'anın güzgüsündə baxmalısınız. Əhl-i Beytin güzgüsündə baxmalısınız. Onda siz azmayacaqsınız, onda hidayət tapacaqsınız. Sad surəsi 75-ci ayəni də dəfələrlə oxumuşuq. Allah Müteala nə edir? Buyurur ki, əmr elədi. Bəqərə surəsi 37-də buyurdu ki, səcdə eləyin, fəsəcədu illəli iblisə əba və istəkbərə. Hamısı səcdə elədi, iblis nə elədi? Boyun qaçırdı, səbir eləmədi. Elədi, bunlar eləmədi. İndi Allah gəlir bu şeytanla danışır, buyurur ki, qalə ya iblisu, ma mənəkə ən təscudə lima xələqtu biyədəyk, əstəkbərtə əm kuntə minəl-alin. İblis, mən qüdrətimlə xəlq elədiyimə dedim, səcdə elə. Səcdə eləmədin, təkəbbürlük göstərdin, özünü böyük saydın, sən alilərdən idin. Sən ali idin, səcdə də eləməyəsən. Kimdir o ali? Kimdir o ali səcdə eləmir? Həzrət Peyğəmbər buyurur ki, ənə və Aliyyun və Fatimə və Həsəni və Hüseyn. Bizik. Buyurur, biz əhl-i beytik, alilər bizik. Ona görə İmam Rıza əleyhissalam buyurur ki, biz la ilahə illallahın şərtlərindənik. Əhl-i Beyt əleyhissalamın bugün nədir? O şərtlərdən birinin mövlududur. Biz onu yad eləyirik. Biz onun mövlud günündə Allah onu bəndələri üçün göndərib, onlar hadidilər, hidayət eləyəndilər. Biz o günü qeyd eləyirik. O günü sevinirik. O günü biz özümüzə sevinç seçmişik. Neyləmişik ki? Başqa bir şey eləmişik. Allahın gözəl bəndələrinin dünyaya gəlişi, hidayət bəndələrinin gəlişini bayram eləyirik. Nəyi pisdir bunun? Əhl-i Beyt əleyhissalam əzizlər, ziyarətnamədə oxuyuruq. Onların xüsusiyyətlərindən biri də nə idi? Xüsusən İmam Rıza əleyhissalam çox bunun üstündə dayanır. Bir neçə kəlmə bu barədə qeyd eləyim. Əzizlərimiz oxuyacaqlar, mən də sizi çox yormayayım. O da bundan ibarətdir, ziyarətnamədə oxuyuruq xüsusiyyətlərin. Adətukumul ehsan. Sizin adətiniz nədir? Ehsan eləməkdir. Sizin adətinizdir. Biri var, biri adam nədir? Ehsan eləyəndə biz filan kəs belə bir təhər tapırıq belə bir adam. Biri də var, bir insanların adəti budur. Onlar ehsan eləyərlər. Onların adəti insanlara xidmətdir, insaniyyətə xidmətdir. İmam Rıza əleyhissalam buyurur, mən farracə ən mu'minin farracəllah ən qəlbihi yevməl qiyamə. Kim müminin müşkülün aradan aparsa, həll eləsə, Allah da qiyamət günü onun müşkülün həll eləyər. Bir müminin çətinliyin aradan götürsə, baxın İmam Rıza nə qədər möminlər barəsində danışır. Axırda bir hədis sizə hədiyyə eləyəcəm. Orada tam İmam Rıza başqa bir şey deyir. Hər birimiz üçün deyir. Bundan sonra dünyaya gələcək hər şəxs üçün o sözü deyir İmam Rıza əleyhissalam. İmam Rıza əleyhissalam buyurur, Allah da onun müşkülünü həll eləyəcək. İslamda çox buna tövsiyə olunub, insanların müşküllərin həll eləmək, insanlara dəstək olmaq, əllərindən tutmaq, 100 rükət savab olan, müstəhəb olan namazlardan, ümrə həccindən, gecəni səhərə kimi oyaq qalmaqdan, etikaf bağlamaqdan, neçə belə hədislər var ki, ondan üstün tutulub bu əməl. Buyurulur ki, insanların, möminləri neynəsinlər? Bu bircə pulla deyil də, insan abrı ilə də, bircə sözü ilə də, hörməti ilə də, harda sözün keçir, orada kömək elə. Hər cür, yəni xidmət eləsən, imam buyurur ki, qəbuldur. İmam Hüseyin əleyhissalamın yanına biri gəldi. İmam Hüseyinə dedi ki, mənim köməyə ehtiyacım var, boynumda diyə var. Diyə bilirsiniz də ağır bir şeydir. Yüzlərlə, 100 dəvə, nə bilim, nə qədər pul. İmama dedi ki, mənim boynumda diyə var.
İmam əleyhissalam indi onun ehtiyacını ödəyir, amma bir dənə də iş görür. Əhl-i-Beyt belə eləyiblər. Məsələn, qapıya sail gəlib, miskin, yoxsul gəlib, ona nəsə veriblər, elə veriblər ki, o utanmasın. Veriblər, utanmasın. Və yaxud da elə bir iş görüblər, yəni sən bacarığınla bunu qazandın. Yəni mən sənə pul verdim, elə sənə yaxşılıq elədim, yox. Elə bir iş görürlər ki, qarşı tərəf utanmasın, qarşı tərəf hiss eləsin ki, mənə bir şey dedilər, mən onu bacardım, verdilər. Əhl-i-Beyt belə edirdi. İmam Hüseyin əleyhissalam dedi, sənə 3 dənə sual verəcəm. 3 dənə sualın cavabını tapsan, mən sənə kömək eləyəcəm. Bir dənə sualın cavabını əgər verirsən, 3də 1-ini. Əgər nədir, ikinci sualın cavabını versən, 3də 2-ni. Üçüncünü də versən, hamısını verəcəm. Dedi, Yəbnə Rasulullah, mən sənin suallarına cavab. Dedi, cəddin Peyğəmbər buyurub, insanların nədir, tutumu qədərində də onlar üçün bu işləri görün. İndi mən sual verəcəm, sən cavab ver. Burada birinci nədir? Əməllərin ən üstünü nədir? İmam buna sual verdi. Buyurdu ki, Allaha iman. Əməlin ən üstünü Allaha imandır. İçində o imanı neyniyəsən, formalaşdırasan. İmam buyurdu, qəbul. İkinci sual. İnsana nicat verən bütün çətinliklər, qəm qüssələrin içində, bütün çətinliklərin içində insana nicat verən şey nədir? Buyurdu ki, Allaha etimad, Allaha təvəkkül. Yəni, sən bilirsən ki, bir yarpaq belə Allahın nəzərindən qıraq deyil. Bir yarpaq yerə düşürsə, Allahın orada nəzəri var. Allah bunların hamısından xəbərdardır. Sən Allaha təvəkkül eləməyi bacarmalısan. Allaha etimadın düz olmalıdır. Allaha söykənməlisən. Dedi ki, bu imam buyurdu ki, bəli. Üçüncü buyurdu ki, imam, insanın gözəlliyi nədədir? Həzrət bunu dedi, insanın gözəl əməli, insanın gözəlliyi nədədir? Bu da qayıtdı, dedi ki, ağa, insanın gözəlliyi odur ki, onun elmi ilə əməli bərabər olsun. Elmlə əməl. İmam baxdı buna, üçünün cavabını da verib. Çünki Peyğəmbər Əkrəm buyurur nədir? Əməlsiz alim nədir? Bənzədir o həmən heyvana, yük daşıyan heyvana. Minlərlə kitab oxuyub, yığıb beyninə bir nəfərə bir şey öyrətmir. Nə faydası var bunun? Nə faydası var? İmanı yoxdur, nə faydası var? Heç nəyə xeyri yoxdur. Oxusun da əzbərləsin, filan kəs bilirsən nədir, filan kəs əjdahadır, bilirsən, beyni kompüter deyə bunun bilirsən nələr bilir, bilsin də, bilsin, hard diskdə nə qədər məlumat istəyirsən, yüklə ona. Yüklə qoy ora, sonra da qoy oxusun öz üçün. İmam qayıtdı, dedi ki, əgər elmlə əməli bir olmasa, əgər belə olmasa, imam artırdı sualı. Dedi, əgər belə olmasa, dedi, onda verən əli olsun. Bu şəxs dedi. Onda nədir? Verən əli olsun. Dedi, əgər olmasa, əgər bu verən əli olmasa, əgər fəqir olsa onda, deyir, əgər fəqirdirsə, onda səbri olsun. Fəqirlikdə səbri olsun. Dedi, birdən əgər bu da olmasa, bu şəxs qayıtdı, dedi ki, onda ölsün də o. Yəni, bunun imanı yoxdur. Bunun verən əli yoxdur. Bunun səbri də yoxdur. Bunların heç biri yoxdur, imam güldü. Həzrət güləndən sonra buyurdu ki, gözəl cavab verdin və həzrət götürdü onun borclarını verəndən sonra barmağındakı üzüyü də çıxartdı, dedi, bu üzüyü də verirəm, bu da o artırdığım sualların əvəzidir. Bunu da götürərsən. Əhl-i-Beyt əleyhimussalam neyniyirdilər? Onlar birinə yaxşılıq eləyəndə, kimsə gəlib nəsə istəyəndə mənim kimi vermirdilər.
3 manat çıxardım, baxım görüm içində xırda hansıdır. Götürürəm, axtarıram orada, görüm qəpik var cibimdə. Əhl-i Beyt belə deyildi. Əhl-i Beyt əleyhissalam o qədər pul verirdilər ki, o getsin bir iş görsün. Kor-korana da yox ha, kor-korana yox. Əhlinə. Bilirdilər ki, bu adam yalancı deyil, bu adam əhlinə verirdilər. Bu insan gedəcək, bundan iş görəcək. O qədər verirdilər, özünə bir iş qursun, bir daha bu kiməsə əl açmasın. Əhl-i Beytin ucalığı, baxın, bu ailənin bərəkəti bu idi. Əhl-i Beyt əleyhissalam bu cür eləyirdi. Ərəfə günü idi. İmam Rıza əleyhissalam üçün bilirsiniz də Xorasan o vaxtı çox böyük idi. Neynirdilər? Hədiyyələr götürüblər. İmam da vəliəhddir. Ərəfə günü tökdülər hədiyyələri. İmam bütün hədiyyələri payladı. Məmunun vəziri dedi ki, ağa bu ziyandır ya. Bu ziyandır, sən hamısını verdin, heç nə saxlamadın. Həzrət buyurdu ki, xeyr, gedən xeyridir. Qalan ziyandır. Həzrəti Peyğəmbər qoyun kəsmişdi, doğradı qoyunu, payladı. Bir dənə qolu qalmışdı, xanımlardan biri dedi, hamısını verdin ki, Həzrət buyurdu ki, hamısı getdi ki, Həzrət buyurdu, yox, o gedənlər qaldı, bu getdi. Bunu yiyəcəyik. Amma onlar bizim axirətimiz üçündür, onlar göndərdiklərimiz axirət üçündür. Hətta imama zülm eləyən şəxslərə də neynirdi? Gətirdilər, Harunun dövründə necə zülm eləyirdilər? Deyirdilər, yığın, müsadirə eləyin, nələri var müsadirə eləyin, hər şeyin, evin pərdəsinə kimi çıxardırdılar. Bir dənə əyinlərindəki paltar qalsın, qalan hər şeyin yığın gətirin. Göndərirdilər, məmurlar gəlib bu cür, bir gündə gəldilər İmam Rızanın qapısına, İmam Rıza əleyhissalam dedi ki, dayan, evə girmə, mən özüm çıxardaram. Dedi, yox, tapşırıq verilib, girməliyik, yığmalıyıq. Dedi ki, evdə xanım var, evdə uşaq var, qorxacaqlar. Peyğəmbər ailəsidir bunlar. Səndən xahiş eləyirəm, girmə, nə var, hamısını sənə söz verirəm, yığıb gətirəcəm. İmam yığdı, hər şeyin yığdı, gətirdi, verdi buna. Bu da götürdü, çıxdı, getdi. Üstündən zaman keçib, imam gəlib, məmunun dövrüdür, vəliəhd təyin olunub. Bu şəxsin də həmən o məmurun bir cinayəti olub, indi məmun onu çağırıb, İmam Rıza da oturub, bunu da çağırıblar saraya, bunu mühakimə eləyir. Sən bunu belə niyə elədin, bu cür danışırlar. İmam Rıza əyildi, məmunun qulağına nəsə dedi, bu da oradan qayıtdı ki, dedi, onun sözünə qulaq asmayın, xahiş edirəm. Mən atavım vaxtında məmur idim, mən bu cür eləyirdim, evlərə girirdim, belə eləyirdim, bu cür tapşırıqlar, onların evindən nə qədər müsadirə eləmişəm. Ona görə o mənim haqqımda nə deyir, qulaq asma. Dedi, bədbəxt, heç soruşdun nə dedi, heç bildin nə dedi. Mənə qayıtdı, dedi ki, o bir dəfə mənim sözümə qulaq asdı, evə soxulmadı, girmədi evin içinə. Bir dəfə sözümə qulaq asdı, ona görə səndən xahiş edirəm, onu edam elətdirmə. Burax onu geçsin. Bu cür davranırdılar. Həzrət Əlinin sözünə qulaq asmırdılar, xidmətçilər. Həzrət Əlinin sözünə qulaq asmırdılar. İmam Həsən əleyhissalam gəlir, qapını döyür, görür ki, səs yoxdur. Bağdır, ətrafını neynirdilər? Daha indi bu cür çəpərlər o dövrdə belə deyildi də. Bağın ətrafını onlar palçıqla, daşla hasar düzəldirdilər. Qapını döyür, səs yoxdur. Qapını döyürsə, imam da gündə isti vurub, İmam Həsən əleyhissalam oturdu qapıda. Oturdu qapıda, gözlədi. Günün altında oturub burada. Haçandan haçana gəldi, qapını açdı. İmam dedi, qapını döyürdüm, niyə açmırdın? Dedi, heç də halım yox idi, gəlmədim. Dedi, sən qorxmadın, yəni məndən qorxmadın. Dedi, yox, niyə qorxum ki səndən? Dedi, axı sən mənim xidmətçimsən, sən qulamsan, mən sənin ağanam da. Sən məndən qorxmursan. Dedi, and ol Allaha, səndən qorxmuram. Çünki mən illərdir sizi görürüm, siz adama heç nə eləmirsiniz. Deyir, onda İmam Həsən əleyhissalam oturdu, ağladı. Dedi, ağa, niyə ağladın? Dedi, həmd olsun Allaha, onun qulları məndən qorxmur. Həmd olsun Allaha.
İmam Rıza əleyhissalam bu cürüdür. Həzrət bizə buyurur. Baxın bu hədisi deyim əzizlər. İmam Rıza əleyhissalam buyurur. Əbdüləzimə məktub yazır. O məktubda belə deyir. Ya Əbdəl-Azim, əbliğ ənni əvliyai salam. İmam Rıza əleyhissalama bizi yaxın eləyən nədir? Biz İmam Rızaya necə yaxın ola bilərik? Birinci İmam Rıza əleyhissalam deyir, bax diqqət elə. Deyir, bizim şiyələrimizə salamımızı çatdır. Hər birimizə salam deyir. Buyurur, hər birinə salam olsun. Deyir, salamımızı çatdır. Və qul ləhum ən la yəcəalu li şeytani əla ənfusihim səbilə. Onlara tapşır, onlara de, şeytana imkan verməsinlər, onlara neynəsin? Şeytan vəsvəsə eləsin. Şeytanı özündən uzaqlaşdırsınlar. Və murhum bis-sidqin fil hadis və ədəil əmanə. Onlara əmr elə, düz danışsınlar və əmanəti qaytarsınlar. Əmanətə riayət eləsinlər. Sonra buyurur. Və murhum bis-sukuti və tərkil cidal fi ma la yənihim. Mənası olmayan yerlərdə onlara əmr elə sukut eləsinlər. Boş-boş şeylərin üstündə nədir? Dava eləməsinlər. Və iqbalu ba'dihim ala ba'dihim vəl mudavərə. Bir-birini axtarsınlar. Bir-birini neynəsinlər? Başa çıxsınlar. Bir-birini axtarsınlar buyurur. Salavat ediyələm. Buyurur, fə innə zəlikə qurbətun iləyyə. Mənə yaxın olmaq budur. Şeytanı özündən uzaqlaşdırmağa çalış. Doğru danış, əmanətə riayət elə, möminləri axtar. Sonra buyurur, vələ yəstəxiru ənfusəhum bitəmqidi ba'dihim bi ba'd. Bir-birinizi neynəməyin, bir-birinizin hörmətin sındırmayın, bir-birinizi alçaltmayın. Şiyələrə tövsiyəsidir İmam Rızanın. Sonra buyurur, aleytu əla nəfsi. And olsun, İmam and isir, buyurur ki, əgər kim riayət eləsə bunlara, dünya və axirətdə neyniyər? Bizim şəfaətimizə yetişər. Kim də əməl eləməsə buyurur ki, dünya və axirət əzabın görəcək. Bunları İmam məktubunda deyir. Baxın, İmam Rıza əleyhissalamın barəsində kəramətlər də çox danışılıb. Mən bir alimin, o alim yaşayır, özü danışıb, mən özüm ondan eşitmişəm. Deyir ki, İmam Rıza əleyhissalamın getmişdim Məşədə. Getdim Məşəddə ailəmlə dedim ki, uzun müddət burada neynəyəcəyik, yaşayacaq. Məşəddə qalacaq. Deyir, getdim, elə oldu ki, mən pulumu itirdim. Pulum yoxdur. Deyir, xanım da dedi ki, biz acıq da, bir dənə çörək çıx al, bir dənə çörək gətir yeyək. Deyir, fikirləşdim, neyniyim, bir dənə çörəyi necə alım mən. Xanımın, deyir, səccadəsini götürdüm, gizlincə evdən çıxım, aparım, küçədə satım, bir dənə çörəyi alım, gəlim. Deyir, qapıdan çıxanda xanım gördü, səccadəni vurmuşam qoltuğuma, gedirəm. Dedi, hara aparsan səccadəni? Deyir, işte qoyacam burada. Gətirdim, deyir, qoydum taxtçaya, getdim. Bunu da gördü xanım. Çıxdım bayıra, deyir, baxdım, nəyim var, mən nə satım, bir dənə çörək alım, bir dənə çörək almaq istəyirəm, deyir. Gəldim, deyir, fikirləşdim, gedim çörəkçiyə, deyim, mənə bir dənə çörək borca ver, deyir, qorxdum ki, mənə deyəcək ki, pulun yoxdur, alma da. Bunu da deyir, utandım, qaldım belə, neyniyim, deyir, əlimdə təsbih var idi, dedim, bu təsbihi satım, bu təsbihlə bir çörəyə satım, alım, deyir, kimə uzatdım bunu filan, deyir, heç kim gördüm, almadı. Gəldim, deyir, hərəmdə adamlar var idi, kim oxuya bilmir, onlar pul verirdilər, orada adamlar var idi, onlar üçün ziyarətnamə oxuyurdular.
İmamın hərəminə girəndə ziyarətnamə oxuyurdular. Bunlar da pul verirdilər ki, əziyyət çəkdin, bizə ziyarətnamə oxudun. Deyir, gəldim, dayandım ki, kim ziyarətnamə oxutdurmaq istəyir filan. Deyir, heç kim də mənə yaxınlaşmır ki, ziyarətnamə oxu. Deyir, gəldim, dedim ki, ağa, mən kasıb deyiləm, vəziyyət belədir. Səndən heç nə, bir dənə çörək istəyirəm. Ki, xanım gözləyir, bir dənə çörək istəyirəm. Deyir, gəldim, girdim hərəmə, ziyarət elədim, çörəkçi vaxtla bağlanacaq, mən evə gedəcəm çörəksiz. Deyir, qayıdırdım, bir nəfər bizim yaşadığımız məntəqədən gəlmişdi, deyir, gördü məni, filan kəs necəsən, filan, sən burada? Hə, bəs biz qayıdırıq, gedirik, sən buradasan, hə, deyir, mən də deyirəm ki, hə, biz burada qalmışıq, qalacağıq. Deyir, əlin saldı cibinə, pul çıxartdı nə qədər, dedi, biz gedirik, bu pul qalsın, sən də, sən buradasan da, birdən ehtiyacın olar, birdən lazım olar burada. Verdi, deyir, çıxdı, getdi. Mən özüm İmam Rızadan ilk dəfə ziyarətinə gedəndə 3 şey istəmişəm, Allaha and vermişəm İmam Rızanın hörmətinə, 3-ünü də almışam, 3-ünü də görmüşəm. İmam Rıza əleyhissalam buyurur ki, nədir, Babəl həvaicdir o da, nə ehtiyacınız oldu, Allaha and verin o qapısına. Allah'a ona and verin. Nə çətinliyiniz oldu, müşkülünüz oldu, Allah'a and verin. O mehriban imama and verin. Buyurur ki, Allah sizə əli boş qaytarmaz. Allah'a and verək izzət və cəlalına. Allah bizi İmam Rıza əleyhissalamdan ayrı salmasın. Müşkülü olan əzizlər var, xəstələr var. Allah xəstələrinə şifa versin. Allah övlad üzünə həsrət olanlar var. Allaha and verək izzət-i cəlalına, İmam Rızanın hörmətinə, Allah tezliklə salih övlad nəsib eləsin. İnşallah əziz qardaşlarımız oxuyarlar, bizi feyziyab eləyərlər. Allah onların da vücudun bir bəla eləsin, salavat edəyək. اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. يا رحمن يا رحيم. ey fezai eşkide nur-i hidayet ya Rıza. Bayramımız mübarek olsun. Allah bu güzel günü sizlere mübarek eylesin. Ey fezai eşkide nur-i hidayet ya Rıza, ismin andım kalbime, doldu mehabbet ya Rıza. İmamın adını bahem zikreyleyey, Allah onun mükafatını hem dünya hem ahirette versin bize. Tutmuş afaki, tutmuş afaki adam, rahiyeyi bu insanın, bir behiştir alem ehli için. Güzel köy insanın, ay meşhedli olanlar, ay meşhedler, çoktan gidebilmeyenler, darxanlar, bu gece imamla münazat razı niyaz eləyək, Allah nəsib eləsin bizlərə. Tutmuş afaq yağam, rahiyeyi bu insanın, bir beyiştir alem için. Malacan güzel köy insanın, verseler verseler min bir hazine, vermerem bu
istiqamət ya Rıza. İsmin andım qəlbimə doldu səadət. Bəhbən sən imam oldu imamsan ki, imamət səndədir. Ay mehriban ağam, ağa elə darıxmışıq məşhədsin. And ola Allaha özümdə çoxdandır, qəlbim belə yana yana istəyir Mevlanın. Sən imam oğlu, imamsan ki imamət səndədir. Gülşən-i Zəhrada bir gülsən, təravət səndədir. Həm şəfasan qəlblərə, həm də şəfaət səndədir. Hər iki aləm üçün sən səadət ya Rıza. İsmin andım qəlbimə doldu məhəbbət. İsmin andım qəlbimə doldu məhəbbət. Ya Rıza Molacan, sən səxavət şanısan, namundur dillər əzbərin. O qədər Mevlanın kəramətini görmüşük, o qədər imamın möcüzələrini görmüşük. Qismət olsa gedəndə orada xidmətçiləri danışdırın, hərəmdə olan möcüzələri sizə danışsınlar. Sən səxavət şanısan, namında dillər əzbərin. Varlığın şad eyləyib hər bir zaman Peyğəmbəri. Elmi bir kenzinədir ki Molacan, elmi bir kenzinədir ki sizsiz ancaq gövhəri. Asitanında görülmüş min kəramət ya Rıza. İsmin andım qəlbimə doldu məhəbbət. Bəhbən Mevlanın bu gözəl günündə gərək əvvəl balasına, zəmanə imamı, imam-ı zəman ağaya biz bayram deyək, təbrik deyək. Ağacan, cəddüvün bu mevludu sənə mübarək olsun. Amma sən öz cəddüvün, öz ağavın mevludunda bizə də bugün bir bayramlıq ver ağam. Molacan, tutmuş afaqi ağam rayiye bu insanın. Bir behiştir aləm üçün ki gözəl kuyin sənin. Versələr min bir xəzinə vermərəm o insanın. Var yəqinim səndədir düz istiqamət ya Rıza. İsmin andım qəlbimə doldu məhəbbət. Ya Rıza, ismin andım qəlbimə doldu məhəbbət. Ya Rıza, var hərəmində bir ayrı halət. Səndən aldıq biz o yerdə hacət. Var hərəmində bir özgə halət. Səndən aldıq biz o yerdə hacət. Biz səni eyləyərkən ziyarət. Bağladıq əhdi peyman Rızacan. Ya Rıza, ya Rıza, ya Rıza. Ya Rıza, ya Rıza. Məşhəd istəyənlər uca desinlər. Ya Rıza, ya Rıza, ya Rıza. Ya Rıza, ya Rıza, ya Rıza. Səsvə qurban. Ol bizim halımızdan xəbərdar. Sən bizə olmasın kim olar yar. Ol bizim halımızdan xəbərdar. Sən bizə olmasın kim olar yar. Əl açıb səslərik dərdimiz var. Sən bizə eylə dərman Rızacan. Ya Rıza, ya Rıza. Hardasan səs ver ya Rıza.
Ses ve kurban ya Reza ya Reza Can ya Reza ya Reza ya Reza Can ey Mustafa'nın cilvesi ey nuri Heydər şölesi. Hazine kadar vaktim var. Ne vakit yorulsuz bir salavattan filan diyersiniz ben isteyeceğim. Sazım söhbət. Bayramımız mübarek olsun. Bir nurani salavat işleyelim. Ey Mustafa'nın cilvesi ey nuri Heydər şölesi. Sözler kızıldı ya. Şablon sözler değil. Ne güzel sözlerdi imamın şenine yaraşan. Gülzar Zehra meyvesi canım Rıza, canım Rıza. Ey dertlere derman ağam, serçeşme-i iman ağam. Canım sana kurban ağam, canım Rıza, canım Rıza. Diyebilirsen ey dertlere derman. Bir daha ey dertlere derman ağam, serçeşme-i iman ağam. Canım sana kurban ağam, canım Rıza, canım Rıza. Mevlası son müminlerin, ilmin büyük, sabrın derin. Zami sen gariplerin, canım Rıza, canım Rıza. Adın rızayet menbeyi, ruhum şefayet menbeyi, nurun vilayet menbeyi. Canım Rıza, canım Rıza, ağam Rıza, ağam Rıza, ağam Rıza, ağam Rıza, ağam Rıza. Ay sesle buradan ağam Rıza, ağam Rıza, ağam Rıza, ağam Rıza, ağam Rıza, ağam Rıza. Ya Ali ibn Musa Rıza. Axı o öz ceddinin adını taşıyor. Axı babası Ali'nin Mevla Emir-el Müminin adını aldı. Ey dil denen demadem. Peygamber buyurdu meclislerinizi Ali'nin adıyla zinetlendirin. Zikri Aliyyun ibadettir. Ey dil, ey dil, ey dil, ey dil denen demadem. Mevla fakat Ali'dir. Ta bilsin ehli alem Mevla fakat Mevla fakat Ali'dir. Derman canlar artık derdi çeken çok ister. Saniye fitnekâri ehl-i fiten çok ister. Şiiri Xuda Ali'ni düssüd emen çok ister. Ey aşık söyle mühkem Mevla fakat Ali'dir. Tövben edirdi Adem, metlep biraz ağırdı. Gözyaşı gözlerinden Neysan kimi yağırdı. Ali ebani ahir imdadına çağırdı. Çünkü bilirdi Adem Mevla fakat Mevla fakat Ali'dir. Nuh tufanda Nuh'a Heydər berce berat verdi. İlyas-ı Hızr'el hak ab-ı hayat verdi. İsa'ya darın üstte lütf-i nicat verdi. Seslendi arşta Meryem Mevla fakat Ali'dir. Kabe tanır Ali'ni, Buzer tanır Ali'ni. İlahi hamd olsun sana,
bizləri əhl-i beytdən tərəfdar eyləmsən. Kəbə tanır əlini, Buzər tanır əlini, Səlman tanır əlini, Qəmbər tanır əlini, Hillo hərəm minab o məhşər tanır əlini. Səsləndi onda Hatəm, Mevla fəqət Əlidir, Mevla fəqət Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali 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 Mevla, 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 Ali Ali Mevla. Cevap necə verəsən? Şah-ı vilayət mehr-o məhəbbət canlı nisalət şan-ı səxavət edir Ali. Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali 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 Mevla, Ali Ali Mevla, Ali bir de Ali Ali Mevla, Ali 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 Mevla. Bayramımız mübarek olsun. Ali aleme server. Gel belə bir şərt deyim. Kim tezdir o zamanda Mevla Ali'nin qəbrinə istir geçsin, zəvvar olsun. Yani pul problemi filan bu məsələlərdə bilirsiniz ikinci plandır. Biliyordum bir qardaş ehsan elədi, getdim. Ürəyində o qədər məhəbbətin var, nəzəfə tezliylə gedəsən imamın qəbrinə, gözəl deyəcəksən. Tort gəldi, başınız qarışıb. Aləmə sərvər Fatih-i Xeybər Ay maşallah Sagi Kavsər Aləmə sərvər Gözəl şəkildə Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali 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 Mevla. Səssizə qurban, bayramımız mübarək. Ali Ali Mevla, Ali Ali Mevla, Ali 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 Mevla, Ali Ali Mevla. Ay mənim şanlı imamım, var sənə Mevla salamım. Andala məzlum Hüseynə ayrılığa yox devamım. Hardasan, hardasan, hardasan Mehdi can, Mehdi can, Mehdi can Hardasan, hardasan Ağanın adıyla bitirəcək inşallah. Mehdi can, Mehdi can Necə çağırırsan Mevlanı? Hardasan, hardasan, hardasan Mehdi can, Mehdi can, Mehdi can Göz açandan dil bilən Görün oxuyuram sizə, sən Allah. Göz açandan dil bilən İntizarım Mola sen Ətrübün Allah'ım sorağın Her çiçekten, her çəməndən Hardasan, hardasan, hardasan Mehdi can, Mehdi can, Mehdi can Hardasan, hardasan, hardasan Mehdi can Ay Ali'nin yadigarı Gel
kimi çıx aşikar ol, sinemin sönsün şerari. Bunu da diyecek. Sonra inşallah dua eləyərlər ağalar. Hardasan, hardasan, Mehdi can, Mehdi can, Mehdi can. Ağa başva dönüm, hardasan, 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 Mehdi can, Mehdi can. Her kimə gəliş gəhlidir, bu məzmidə fikr eyləsin. Ali Peyğəmbərə, Ali salavat zikr eləsin.